Salam əziz Lənkəranlılar, xoş gördük, hörmətli seçicilər. Namizədliyimi irəli sürdüyüm 73 saylı Lənkəran şəhər dairəsində olan seçicilərin əhəmiyyətli hissəsi Talış kökənli vətəndaşlarımızdır və onlar əlbəttə ki, özlərinin dili, folkloru, mədəniyyəti ilə bağlı məsələlərdə xeyli həssasdırlar. Sosial şəbəkələrdə, istərsə də real həyatda görüşdüyümüz insanların, təmasda olduğumuz insanların bir çoxu bu məsələ ilə bağlı mənim planlarım, baxışlarım haqqında suallar verirlər və mənim bugünkü çıxışımda bu məsələyə həsr olunub. Azərbaycan çox etnoslu bir ölkədir və bizim mənəvi zənginliyimizdir. Eyni zamanda belə bir vəziyyət dövlətin üzərinə əlavə bir məsuliyyət, əlavə bir öhdəlikliyə qoyur. Bu sahədə düzgün siyasətin yeridilməsini tələb edir. Bəs belə bir siyasət nədən ibarət olmalıdır? Azərbaycan dövləti öz ərazisində yaşayan xalqların mövcudluğunu və özünə məxsusluğunu mühafizə etməlidir. Bunun üçün lazım olan şərtləri yaratmalıdır və həmin məqsədlərə çatmaq üçün qanunverici aktları qəbul etməlidir. Azərbaycan xalqlarının nümayəndələri öz tarixlərini, mədəniyyətlərini, dillərini, adət və ənənələrini öyrəndirmək üçün dövlət tərəfindən həvəsləndirilməlidirlər. Dövlət bu məqsədlər üçün vəsait ayrılmalıdır. Xüsusi ixtisaslaşdırılmış QET-lərə dövlət tərəfindən vəsait ayrılmalıdır. İnsanların təşəbbüskarlığı, bu yöndə təşəbbüskarları həvəsləndirilməlidir və mükafatlandırılmalıdır. Telekanallarda və radiolarda Azərbaycan xalqlarının dillərində verilişlər hazırlanmalıdır. Dövlət belə verilişləri həvəsləndirməlidir. Onlara yer ayıran telekanallar üçün, radiolar üçün güzəşt şərtləri nəzərdə tutulmalıdır. Gələcəkdə isə ictimai televiziyanın nəzdində Azərbaycan xalqlarının dilində verilişlər hazırlayan xüsusi bir kanalın açılması mütləq zəruridir. Bilirsiniz, 2019-cu ildə Azərbaycanda əhalinin növbəti siyahıya alması keçirildi, amma onun nəticələri hələ açıqlanmayıb. Hələ ki, bizim əlimizdə 2009-cu ildə keçirilən siyahıya almanın nəticələri var. Bu siyahıya almanın nəticələrinə görə talışların 111 min sayda olduğu göstərilir. Bu ağlabatan rəqəm deyil. Çünki bu sırf Astara rayonunu götürsək ki, əhalisinin demək olar ki 100%-i talışlardan ibarətdir. Elə bu rayonun əhalisi həmin 110 minə yaxın bir sayı var bu rayonun. Buna görə də həmin 2009-cu il siyahı almasının nəticələrini gerçək qəbul etmək olmaz. Mən indi konkret rəqəmlər səsləndirməkdən çətinlik çəkirəm, çünki əlimizdə belə bir araşdırmanın nəticələri yoxdur. Yalnız ehtimallar irəli sürmək olar. Bu ehtimallar da adətən mübahisələrə səbəb olur və mən mübahisələrə səbəb olmaq istəmirəm. Amma əminəm ki, bunu 100% bilirəm ki, talışlar öz sayına görə Azərbaycanda ikinci yeri tuturlar. Bundan əlavə, həm onların sayını nəzərə alsaq, həm də ki, Azərbaycanın cənubunda yerləşən 4 rayonda kompakt şəkildə yaşadıqlarını nəzərə alsaq, mən talış dilinə regional dil statusu verilməsinin tərəfdarıyam və artıq bir neçə ildir ki, bu ideyanı dəstəkləyirəm. Bilirsiniz, bizim regionda ibtidai siniflərdə talış dili dərslərinin keçirilməsi nəzərdə tutulur. Amma həmin dərsləri keçmək üçün ixtisaslı kadrlar yetişdirilmir. Bu problemi aradan qaldırmaq lazımdır və ixtisası sırf talış dili dərsləri olan kadrların yetişdirilməsi lazımdır. Bunun üçün Lənkəran Dövlət Universitetindəmi, Lənkəran Humanitar Kollecindəmi və yaxud Astara Pedaqoji Kollecindəmi müvafiq ixtisaslar açılmalıdır. Hörmətli seçicilər, çıxışımın əvvəlində dediyim kimi Azərbaycanın çox etnoslu bir ölkə olması bizim zənginliyimiz. Bu kiçik bir ərazidə bu qədər çoxlu sayda xalqların yaşaması, həm İran dilli xalqların, həm Qafqaz kökənli xalqların, həm türk dilli xalqların yaşaması bizim çox böyük zənginliyimiz. Və biz bundan fəxr etməliyik. Bu zənginliyi bundan sonraki illərdə, əsrlərdə də qorunması üçün tədbirlər görməliyik. Azərbaycan dövləti bunu etməlidir və demokratik dövlətdə, demokratik cəmiyyətdə bu hökmən həyata keçirilməlidir. Etnik hüquqlar demokratik cəmiyyətin ayrılmaz bir atributudur. Mən düşüncələrim bundan ibarətdir və əgər siz də bu düşüncələri bölüşürsünüzsə, onların Azərbaycanda həyata keçməsini istəyirsinizsə, fevralın 9-da seçki məntəqələrinə gedərək mənə Yadigar Sadıqlıya səs vermənizi xahiş edirəm.